Siz heç sobadan, mikserdən istifadə etmədən sadəcə ocağın üzərində və tavada keks hazırlamısınız. Əgər hazırlamamışsınızsa bu gün birlikdə hazırlayaq. Keksi bişirəcəyimiz tavaya 100 ml duru yağ, 100 ml süd, ardından 200 qramlıq stəkan ölçüsündə 1 stəkan şəkər tozu, 3 ədəd yumurta, 1 stəkan yarım öncədən ələdiyim un və kabartma vanil, sonda 3 xörək qaşığı ələdiyiniz kakaonu əlavə edin. Mən eləmədən istifadə etdim. Sonda bir qədər üzərində topaqlar alındı. Qarışdırırıq. Bir qədər qalın və yapışmayan tavadan istifadə etmək lazımdır. Əgər tavaya zərər verəcəyinizi düşünürsünüzsə, başqa bir qabda qarışdıraraq tavaya əlavə edə bilərsiniz. Bu əsnada ocağı yandırmırıq. Sadəcə tavanın içərisində ərzaqları yaxşı qarışdırırıq. Sonda belə bir kütlə alındı. Ocağı yandırırıq. Orta odda qapağını bağlayıb bişməsini gözləyirik. Diqqət edirik, qazanın kənarlardan içərisinə hava daxil olmasın. Keks bişib hazır olan qədər biz də sos hazırlayaq. Qaba 200 ml süd, üzərinə 100 qram şəkər tozu, təxminən 1 çay qaşığı çörək yağı və 3 xörək qaşığı kakao əlavə edib qarışdırırıq. İçərisinə topaq qalmayana qədər qarışdırdıqdan sonra ocağa qoyuruq. Sos qaynara düşənə qədər durmadan qarışdırırıq. Qaynamağa başladıqdan 1 dəqiqə sonra ocaqdan ala bilərsiniz. Keks bişib hazır olan müddətdə qapaqda buxar əmələ gəlir. Həmin buxarı bir neçə dəfə salfetlə sildikdən sonra yenidən qapağı üzərinə yerləşdiririk. Nəzarətsiz qoymuruq. Kənarlardan hava almamasına diqqət edirik. Qeyd edim ki, mən keksi ocağın kiçik gözündə orta odda bişirdim. Təxminən 30-35 dəqiqə müddətində keks bişib hazır oldu. Hazır olub olmadığını hardan bilirik? Çöp batırırıq. Əgər çöp quru çıxarsa deməli hazırdır. Hazır olduqdan sonra ocaqdan alırıq. 5 dəqiqə otaq temperaturunda gözlədikdən sonra dilimləyib üzərinə hazırlamış olduğumuz sosu əlavə edirik. Sonda üzərini dilədiyiniz kimi bəzəyib süfrəyə verə bilərsiniz. Qab bulaşdırmadan, sobadan, mikserdən istifadə etmədən belə dadlı, ləzzətli bir keks hazırladıq. Mən deyərdim ki, sobada bişən kekslərdən heç də fərqlənmir, əksinə çox dadlı olur. Mən üzərində çəllək, banan və kokosdan istifadə etdim. Yumşaq, ləzzətli, dadlı, mükəmməl bir keks oldu. Sizlər də hazırlayın, şirin ağızla nuş edin. Dəyərli izləyicilərim, belə dadlı təamlardan anında xəbərdar olmaq istəyirsinizsə, kanala abunə olub videonu bəyənməyi unutmayın. Hələlik.